Həkimlər isə xəbərdarlıq edirlər ki, bəzi qurbağa növləri zəhərlidir və onların tərkibində toksinlər olur. Bu isə sinir sisteminə və ürəyə təsir edə, sağlamlıq üçün təhlükə yarada bilər. Qurbağa ətinin tərkibində ciddi parazitlər infeksiya var, bakteriyal infeksiya var. Xüsusən də qurbağa daha çox çirkli sularda yaşadığı üçün orada salmonella, escherichia coli, ayromonas kimi bakteriyal infeksiyalardan zəngin olur. Eyni zamanda tərkibində çox güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya gətirib çıxarda bilən bir ətdir. Tərkibindəki allergenlərin miqdarı, yəni allergiya yaradan maddələrin miqdarı çox olduğuna görə insanlara ciddi allergiyalara, hətta anafilaktik şoka qədər gətirib çıxarda bilər. Qurbağa əti bəziləri üçün cəsarətli seçim, bəziləri üçün yeni dad təcrübəsidir. Amma bir həqiqət dəyişməz olaraq qalır. Düzgün saxlama və bişirmə qaydalarına əməl olunmadıqda istənilən delikates təhlükəyə çevrilə bilər.